Dostlar, hazırda Qazax rayonunun Dəmirçilər kəndi ərazisində yerli əhalinin cüyürgələr, cüyür enər dediyi bir dağ qayalıq silsiləsindəyik. Bu arxamda gördüyünüz həmən bu qayalıq silsiləsində qədim mağaralar var, su oyuqları var və bu qayalarda bəlkə də bir tarixi bir sir yatır. Və bura yerli əhalidən başqa Qazaxda, nəinki ölkədə, Qazaxda az adamın tanıdığı yerlərdən biridir. Amma tariximiz üçün çox maraqlı bir yerdir. Buradakı qayalar, buradakı mağaralar, buradakı su oyuqları, hər biri müəyyən bir tariximizin bir səhifəsindən söz açır. Bir media olaraq Azərbaycan tarixçilərini, arxeoloqlarını bu qayalarımızı tədqiq eləməyə səsləyirik. Mən Qazaxlı olaraq ilk dəfə gəldim buraya və ilk dəfə görürəm bu yerləri. Və Wikipediyada da baxdım, yoxdur buranın adı. Nə gedir buranın adı? Yoxdur, burada demək olar ki, mən buranın adı haqqında heç bir yerdə keçmir. Mən də çox araşdırmışam, baxmışam. Bura bizim Dəmirçilər kəndinin ərazisidir. Bura çox qədimi, tarixi bir yerdir bura. Buranın adı, bir çox adı hallanır. Yəni, bura cüyürmələr də deyirik, cüyür yenər də deyirlər, cüyürgələr də deyilir. Nəyə görə deyirlər? Əsasən, bax, bu qayaların üzərində siz görürsünüz ki, burada oyuqlar əmələ gəlib. Bu çöl heyvanları, burada adətən bu arxamızda olan yüksəkliklərdə, burada cüyür də olub. Bunlar heyvanlar yeniblər burada su içmək üçün. Çünki ərazi, quraqlıq ərazilər olub. Susuzluğa görə bunlar yeniblər burada su zad içiblər. Ona görə də buranın adı, yəni cüyür yenərdə, cüyürmələrdə, yəni belə el arasında hallanır. Yəni buranın özünüz gördünüz ki, yəni bir tarixdir burada yatır hal-hazırda. Bizim demək olar ki, uşaqlığımız, elə bu yoldaşlarla, dostlarla, uşaqlığımız bax buralarda keçib, gəlmişik, istər burada qulançar yığmışıq, göbələk yığmışıq. Bax, bu qayaların, bax, durduğumuz qayaların altına bir fikir verdiniz, baxdınız siz. Oyuqlar var bu. Oyuqlar var. Siz görəndən belə olub da bu. Bəli, bunlar biz görəndən, bax, bunlar elə bizim artıq 50-yə yaxın yaşımız var. Elə biz gördüyümüz andan bax, yəni bunlar belə olub. Buralarda biz gələrdik, adlarımızı yazardıq. Bəlkə də indi orada qalanlar da var. İndi uşaqlıq idi, uşaqlıq dövrlərimiz hamısı keçib burada. Arxada bir dənə də qaya var orada. Nağara qayası deyərdik orada. Gələrdik uşaq vaxtı elə Abzər yaxşı nağarada ifa eləyərdi. Bax elə o qayanın üzərində Abzər gələndə burada qayanın üzərində ifa eləyirdi. Biz də ona baxırdıq. Yəni bizim bu ərazidə çox belə yerlərimiz çoxdur. Kəndin bir hissəsində var, bizim o Qabaqlı dərə deyilən hissəsində var. Məsələn, orada bir 7 qaya deyirlər orada. Cəhrə qayası, 7 qaya deyirik orada. 7 qardaş qayası deyirik. Orada rəvayətlərə görə 7 qardaş olub orada.
Onlar dönüb və daşa dönməsi nəticəsində o daşlar 7 daş orada yan-yana daşlar var. Elə onun adı da elə 7 qardaş qayası deyirlər. Yəni belə buranın tarixi böyükdür. Çoxdur. Tarix demək olar onu bizim tarixçilər daha yaxşı bilər. Elmar bəy, bura araşdırılmayıb, mənim bildiyimə görə. Valla biz indi rastlaşıbsınızmı ki, arxeologlarımız ya tarixçilər, etnoqraflarımız buraya gələr? Valla bizim yaşadığımız dövr ərzində biz görməmişik. Ya da burada da nəsə yeni bir, nəysə bir aşkar eləməmişik ki, görək ki, hansısa bir qazıntı, hansısa burada nəsə bir... Yəni biz görməmişik. Bəlkə də kimsə gəlib gedib, ancaq özünüz də görürsünüz, biz gördüyümüz şahlıq xatirələrimiz hər biri, yəni hər daşı qayası yerindədir. Yəni burada heç bir araşdırma olmayıb. Bəlkə də siz birincisiniz ki, bura gəlirsiniz. Dəmirçilər kəndindəki bax bu məşhur qayalıqlardayıq. Bax buranın tarixi adı necədir, nədir? Bura nə üçün nəzərdə tutulub? Siz bir kənd sakini olaraq nə deyə bilərsiniz? Bura yəni qədimi yerlərdir. Bura tarixdir. Bura gəlib görmək lazımdır. Buranı yaşamaq lazımdır. Adı nədir buranın? Bura Cüyürgələr. Cüyürgələr. O adın özündə nə yatır? Necə olub ki, Cüyürgələr adı verilir? Burada vəhşi heyvanlar həmişə gəlib su içərmiş. Burada bax. Bunlar deməli qədim yerlərdir, su oylaqlarında, su oyuqlarıdır. Buna görə də xalq bura Cüyürgələr adı verir. Yəni, aşağıda da yəni bulaq kimi su bax burada süzülür, aşağıda bulaq yaranır. Yəni o sızqa axır yox, damcı axır, necə? Daşlardan süzür, aşağıda damcı yaradır. Bura Qazağın ikinci damcılısı kimidir də. Demək Dəmirçilər kəndi, Cüyürgələr qayalıqları.